izləyicilər, bugün biz Ermənistanın son günlərdə hərbi fəallığının artması və atəşkəsi pozulmasından danışacaq və bu müzakirələri sizinlə mən Aynəs Press TV-nin əməkdaşı Çingiz Rüstəmov aparacağım. Qonağımız isə tanınmış politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqovdur. Fikrət müəllim, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. Fikrət müəllim, bax bu son günlərdə Ermənistan hərbi sahədə fəallığını artır. Yəni atəşkəs rejimi pozulur. Məsələn, Ohanyan da oranın müdafiə naziri deyir ki, bəs cəmaata deyir ki, Azərbaycan pozur, amma biz cavab verəcəyik. Çünki itkiləri var. Güya ki, bir tərəfli itkilərdir. Əslində isə onlar bizim sərhədləri pozurlar. Bu nə ilə bağlıdır? Ermənistan niyə belə siyasi? Əslində onlar bizim sərhədlərimizi pozmur Çingiz müəllim. Onlar bizim torpaqlarımızdadır. Atəşkəs artıq, sadəcə olaraq atəşkəs pozulur. Da çox maraqlı, paradoksal bir vəziyyət yaranır. Yəni bizim torpağımızda olaraq işğalçı bir ölkə olaraq və bizim torpağımızda hərbi birləşmələri yerləşdirərək bizi, misal üçün, nədəsə günahlandırırlar. Çox maraqlı bir haldır. Yəni ki, təbii ki, belə bir hallar, belə bir hərəkətlər ümumiyyətcə Ermənistanın siyasətində tez-tez baş verir və bu, təbii ki, bu təxribatdan başqa heç bir şey deyil. Bunların arxasında müəyyən siyasi oyunlar var, siyasi məqsədlər var. Biz bilirik ki, bir çox hallarda müəyyən siyasi görüşlər baş verən zaman, hansısa bir tədbirlərin keçirilməsi ərəfəsində belə bir deməli, hərəkətlər Ermənistan tərəfindən həmişə həyata keçirilir, həmişə reallaşdırılırdı. Mən yaxşı yadımdadır, bax, hətta 1-2 il bundan əvvəl dövlət başçılar görüşməli idi Avropada. Deməli, yenidən atəşkəs pozulmasının belə o pik həddi baş vermişdi. Deməli, itkilər var idi, bizim deməli, biz tərəfdən itki var idi və s. Yəni, bunların hamısı təbii ki, siyasi məqsədlər güdür və eyni zamanda Ermənistan dünyaya xəbər etmək istəyir, bəyan etmək istəyir ki, Azərbaycan deməli, bu atəşkəsi pozarkən Ermənistana hücum etmək istəyir, dinc danışıqlardan yayınmaq istəyir, deməli, o Minsk qrup formatından deməli, çıxmaq istəyir, onu qane etmir. Bax, budur reallıq, güya Azərbaycanın belə bir siyasi prioritetləri indi göz qabağındadır. Amma əslində biz onu görürük ki, Azərbaycanın kəndləri atəş altındadır. Orada bizim dinc vətəndaşlarımız həlak olur, xəsarət alanlar var, binalar çökülür və s. Bax, bizim torpaqlarımızda, işğal olunan torpaqlarda olaraq hələ bizi nədəsə günahlandırırlar. Fikrət müəllim, bu Ermənistanın iqtisadi vəziyyəti elə bir vəziyyətlərdir ki, tam blokadadır. Bu Minsk formatında da mən deyə bilmərəm ki, tam Minsk qrupu Azərbaycanın xeyrinə həll eləmək istəyir məsələn. Çünki onlar balanslı. İstənilən həll olma Ermənistanın xeyrinədir. Çünki blokadadan çıxacaq, bu ölkəsinin iqtisadiyyatını düzəldəcək. Yəni ki, problem həll olacaq. Yəni pis yaxşı biz də Azərbaycanda qəbul etməli olacaq bu variantı. Niyə Ermənistan razılaşmır ki, bu sırf həll olmanın əleyhinə gedir və görüşləri pozur. Nəyə görə? Çünki bu format onlara nə verir? Əvvəl onu deyim ki, Ermənistan tam blokadada çox təəssüflər olsun ki, deyil. Rusiya kimi dövlət var, İran kimi dövlət var, ona müəyyən köməklik göstərilir. Amma eyni zamanda həqiqət ondan ibarətdir ki, təbii ki, onun iqtisadi vəziyyəti çox çətindir. Çünki bir sıra sosial iqtisadi problemlərlə üzləşir. Ermənistandan miqrasiya axını artıq 100 mindən çox idi 2013-cü il ərzində. Özdə bu bizim ekspertlərimizin rəyi yox, öz Ermənistan Statistika İdarəsinin deməli verdiyi rəydir. Bu rəsmi miqrasiya? Rəsmi, bəli. Rəsmi miqrasiya da var. Yəni ki, belə getsə, hər il belə axın getsə miqrasiya, Ermənistanda adam qalmayacaq. Yaşlı insanlar qalacaq. Hələlik, yaşlı insanlar, əlillər, bəlkə hansı uşaqlar və s. Budur Ermənistanın reallıqları. Amma bu mif ideyası o qədər güclüdür bunların beynində. O qədər deməli
kök buraxıb ki, bunlar bu deməli böyük Ermənistan ideyasından, Azərbaycanın torpaqlarının mənimsəməsi ideyasından indiyənə qədər əl çəkə bilmirlər. Özü də onlar tək Azərbaycana yox. Biz onu da bilirik ki, Türkiyə qarşı iddiaları var, ərazi iddiaları. Hətta Gürcüstana da ərazi iddiaları var indiyənə qədər. Onların bu mifik ideyalar çərçivəsində Ermənistan siyasi elitası artıq neçə 10 illiklər ərzində yaşayır. Bu mifik 1915-ci il soyqırım məsələsi, yəni ki, onların belə bir ərazilərin genişlənməsi, böyük Ermənistanın yaranması, hansı torpaqların hesabına dövlətin qurulması, bunların deməli mifik 100 il bundan qabaq ki, Rostova qədər. Bəli, indiyənə qədər o var. Ona görə belə bir hərəkətlərə, belə bir siyasi addımlara, prinsiplərə təbii ki, təcrübələnmək lazım deyil. Onlar, mən yaxşı yadımdadır, hələ 1988-ci ildə fevral ayında o Xankəndi keçmiş Stepanakert şəhərində onlar küçələrə, meydanlara çıxanda onlar bəyan edirdilər ki, bizə heç nə lazım deyil, bizə nə inkişaf lazımdır, nə başqa bir köməklik lazım deyil, nə Bakıdan, nə heç bir nə bilim ölkədən. Biz azadlıq istəyirik, biz Dağlıq Qarabağın müstəqil dövlət deməli kimi yaşamasını istəyirik. Bax, budur bizim əsas məqsədimiz. Yəni, bu müəyyən mənada xəstəlikdir. Xəstəlikdir və görünür bu xəstəliyi o normal terapevtik o üsullarla müalicə etmək mümkün deyil. Bu son günlərdə siz doğru dediniz ki, Türkiyə qarşı iddialar var, amma o iddialar zəminində artıq iki addım atıblar da. Birinci, Ermənistanın o elm və təhsil naziri deyib ki, bəs şey olsun, Ermənistanın adını Şərqi Ermənistan qoyaq. Yəni, bu artıq Türkiyə iddia deməkdir. Türkiyədə Qərbi Ermənistan Türkiyə ərazisindədir. Orada bir dənə də erməni yoxdur, amma artıq bunlar erməni dövləti barədə düşünürlər orada. İkinci də bunlar Qərbi Ermənistan erməniləri federasiyası var onların və o Hrant Dink'in ölümü gündə 21 yanvarda bəyan eləmişdi, 19 yanvarda bəyan eləmişdi ki, bəs biz Türkiyədən vətəndaşlıq istəmək, əgər hər bir əslən Türkiyədən olan erməni Türkiyədən vətəndaşlıq və pasport almalıdır və dövlət tərəfindən mənimsənilmiş əmlak geri qaytarılmalıdır. Bu İstanbulda da var, bilirsiniz ki, bəzi şəhərlərdə var, ermənilər şəhərlərdə yaşayırdı o vaxt. Və bu nə ilə bağlıdır? Bunlar niyə belə planı birdən-birə? Azərbaycanla məsələni həll eləməmişdir. Bir mənalı şəkildə Türkiyədə müəyyən qüvvələr var. Onlar bu münasibətlərin deməli genişlənməsində maraqlıdır. Orada iqtisadi dairələr var, orada Kürd qruplaşmaları var, orada ermənilərə yaxın biznes elitaları var və s. Amma mən sizə deyim, təbii ki, rəsmi Ankaranın Ermənistanla münasibətlərini yaxşılaşdırılması niyyəti, məqsədi və bununla bağlı müxtəlif addımların atılması Azərbaycanda çox böyük təəssüf hissi yaradır. Çünki biz bilirik ki, Ermənistanın müəyyən məkirli məqsədləri var. Amma Türkiyə Ermənistanın nazı ilə oynamamalıdır. Türkiyə mən başa düşürəm. Türkiyə kiməsə yaxşı olmaq istəyir, yaxşı sivil bir dövlət kimi özünü nümayiş etdirmək istəyir. Avropa Birliyinin xoşuna gəlmək naminə hansı bir belə simvolik olsa da müxtəlif addımlar atır, səfərlər baş verir, görüşlər olur, bəyanatlar verilir ki, nə vaxtsa görünür bu sərhədlər açılacaq və s. Amma Türkiyədə bilməlidirlər ki, əgər heç Azərbaycan maraqlarını müdafiə etmirlərsə, onların özlərinə böyük bir zərbədir Ermənistanla sərhədləri açmaq. Çünki Ermənistan təbii ki, iqtisadi blokadadadır və iqtisadi blokada şəraitində boğulur və Türkiyə buna belə bir şans versə, belə bir imkan yaratsa, şərait yaratsa, o sadəcə olaraq Ermənistanı müəyyən mənada o iqtisadi potensialını qaldıra bilər.
Amma dəstəkləmək. Bəli, bəs Türkiyədə yaddan çıxarmamalıdır. Türkiyə yaddan çıxarmamalıdır ki, Ermənistan heç vaxt Türkiyəyə qarşı iddialardan əl çəkməyəcək. O daim Türkiyə iddialı olacaq və nə vaxtsa bəlkə də bu müəyyən bir mən bunu əminliklə deyə bilmərəm, amma nə vaxtsa bəlkə də hansısa bir münaqişə ilə nəticələnə bilər. Bax, bu reallıqdır. Və mən başa düşürəm ki, mən onu da bilirəm ki, Türkiyədə kifayət qədər sağlam düşüncəli siyasətçilər var. Onlar bunu başa düşür, onlar bunu dərk edir. Və təbii ki, bu qüvvələr vasitəsilə belə etmək lazımdır ki, Ermənistanla Türkiyə arasında heç bir münasibət yaranmasın. Çünki bu həm Azərbaycanın maraqlarını, həm Türkiyənin maraqlarının özünə ziddir. Fikrət müəllim, bu Ermənistanı bu istiqamətdə, hər iki istiqamətdə fəallaşmaq və iddiasını, aqressiyasını artırmaq kim yönəldə bilər? Rusiyanın burada rolu ola bilərmi ki, məsələn, Rusiyanın müəyyən maraqları var, bilirsiniz, bu gömrük ittifaqından bağlı falan bu. Əlbəttə, bir mənalı şəkildə Rusiya heç vaxt bundan imtina etməyib və Rusiya dəfələrlə bəyan edib ki, Ermənistan onun yaxın siyasi hərbi müttəfiqidir. Bu bir mənalı bir deməli faktdır. Bu faktı inkar etmək mümkün deyil. Ermənistan bundan razılaşır, çünki müəyyən mənada Rusiya Ermənistana müəyyən bir vasitəçilik rolunu oynayan və əsas köməkçi rolunu oynayan bir dövlətdir. Elə uzağa da getmək lazımdır. Elə Gümrüdə yerləşən 102-ci hərbi baza, Rusiyanın bazası buna əyani bir sübutdur. Yəni ki, Rusiya üçün təbii ki, Ermənistan bir platsdarm, farpost, bir dayaq nöqtəsidir Cənubi Qafqazda. Çünki Rusiya başa düşür ki, bundan istifadə etməmək mümkün deyil. Ona belə bir baza nə Azərbaycan təklif edə bilər, nə Gürcüstan, nə də ki Türkiyə. Təbii ki, Ermənistan yeganə vahid bir dövlətdir ki, o Rusiyanın deyib deməli şərtlərini, bütün şərtlərini yerinə yetirir. Və təbii ki, Rusiya üçün də maraqlıdır müəyyən bir balans saxlamaq. Bax, Rusiya Azərbaycanla da münasibətlərini pozmur. Çünki Rusiya Azərbaycanda maraqlıdır müəyyən mənada. Çünki Azərbaycan kifayət qədər deməli zəngin bir dövlətdir. Çox mühüm bir geostrateji məkanda yerləşən bir dövlətdir. Qazla, neftlə dolu bir dövlətdir və biz təbii ki, bundan istifadə edirik və Rusiya bunu yaxşı başa düşür. Rusiya müəyyən yerlərdə dəstək də ola bilir. Əlbəttə, təbii. Amma eyni zamanda Rusiya o balansı yaratmaq üçün hətta Ermənistana da silah verir. Eyni zamanda Azərbaycana da satır o silahı. Ermənistana ucuz verir. Ucuz verir. Hətta pulsuz da müəyyən hissəsini verir. Açıq danışaq, elə 102-ci bazanın özündə mən eşitdiyimə görə 2000-ə yaxın erməni zabit xidmət edir. Maaş alırlar. Bəli, maaş alırlar. İşləyirlər. Yəni ki, onlar faktiki olaraq Rusiyaya xidmət edirlər. Rusiya hərbi o maraqlara xidmət edir. Təbii ki, Rusiya üçün Ermənistanın burada olması və hərbi potensialla belə təmin olunması Rusiya maraqlarına uyğundur. Biz onu da başa düşürük ki, Rusiyada yaxşı başa düşürlər ki, Ermənistanın başa çıxış yolu yoxdur. Ermənistan belə bir şəraitdə, belə bir vəziyyətdə nə NATO-ya lazımdır, nə Avropa Birliyinə lazımdır. Ona görə həm gömrük ittifaqına cəlb edirlər Ermənistanı, həm o müqavilə, təhlükəsizlik müqavilə təşkilatına cəlb ediblər artıq. Təbii ki, bunlar hamısı Rusiyanın addımlarıdır və Rusiya ona dəstək. Eyni zamanda digər tərəfdən də İran iqtisadi köməyi onlara kifayət qədər verilir, onlara dəstəkdir və onlara böyük bir köməkdir. Fikrət müəllim, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı, yəni ki, son günlər çox fəallaşır. Məsələn, dünən o Barduja deyirdi ki, biz
NATO bizi qəbul edən, Amerika müayinə olur bizə NATO ilə əməkdaşlıqda falan da hər yerdə NATO ilə eyni bərabər güc kimi çıxmaq istəyir. Yəqin ki, bu mümkün deyil. NATO daha çox güclü dövlətlər birləşdirib. Amma bu Erebuni'də məsələn son dövrlər bu helikopter bazası yaradılır. Ermənistanın silahlı gücləri artır. Bunların Azərbaycanın təsiri ola bilərmi? Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı. Məsələn Azərbaycan əgər öz ərazisində məsələn bilirsiniz ki, orada güclü narkotrafik var. Bu yaxınlarda yollar bağlı olanda Meğrədən gəldi. 1 milyard dollarlıq narkotikada təmiz əgər olarsa 1,7 milyard dollarlıq narkotika tutuldu. Təkcə Meğrədə Türkiyə vətəndaşı aparır. Hər halda mən trafik Ermənistanın da, Ermənistan xəbər olmasa, amma bu adətən görünür Dağlıq Qarabağdan girilmiş də. Çox güman və bəlkə də hələ də var. Çünki biz bununla bağlı bir neçə dəfələrlə müəyyən məlumatları da oxumuşuq, bilirik və hətta xarici mənbələrdən də bunu dəfələrlə deyiblər, bəyan ediblər. Amma mən Bardujanın bəyanatı ilə bağlı demək istərdim ki, Barduja bir çox hallarda hərbiçi olaraq siyasətə müdaxilə edir və onun səlahiyyətinə daxil olmayan bəyanatlarla çıxış edir. Həm Barduja, həm 102-ci hərbi bazanın vaxtilə polkovnik Ruzinski bəyan etmişdi ki, biz həmişə Dağlıq Qarabağı müdafiə etmək və s. Hətta sonra rəsmi Moskva hətta bunu inkar da etmişdi və təqzib etmişdi və ona müəyyən xəbərdarlıq da etmişdi. Yəni ki, hərbiçilər siyasətə müdaxilə edəndə onlar heç vaxt deməli reallığı əks etdirən bəyanat vermirlər. Onlar sadəcə olaraq istədiklərini deyirlər. Kimisə qorxutmaq naminə, ola bilsin ki, hansısa bir siyasi qüvvələrin o məqsədlərini yerinə yetirirlər və s. Əhval-ruhiyyəni qaldırırlar. Bəli, qaldırmaq üçün. Həmin o Barduj artıq dəfələrlə buna oxşar bir bəyanatlar verib. Amma digər tərəfdən reallıq ondan ibarətdir ki, Azərbaycan heç vaxt Ermənistana hücum etmək fikrində olmuyor və belə bir məqsəd daşımır. Ya öz ərazisində əgər əməliyyat keçirərsə bu? Bəli, biz nə İrəvanı işğal etmək fikrindəyik, nə Ermənistanın torpaqlarına iddialı. Halbuki düzdür, Ermənistan indi hal-hazırdakı Ermənistan bizim torpaqlarımızda yaşayır. Amma biz başa düşürük də indi geosiyasi vəziyyət elə yaranıb ki, biz buna müəyyən mənada deməli biz bu reallığı başa düşürük, dərk edirik. Söhbət bizim işğal olunmuş 7 rayondan gedir, bir də Dağlıq Qarabağdan. Bax, biz bunu əgər işğaldan azad etmək istəsək, bizə nə Barduja, nə heç bir başqa bir general, polkovnik burada müdaxilə edə bilməz. Çünki Dağlıq Qarabağ və bu 7 işğal olunmuş torpaqlar rəsmi şəkildə beynəlxalq strukturlar tərəfindən etiraf olunmuş Azərbaycan torpaqları kimi qəbul olunub, qətnamələr var, bəyanatlar var və Barduja kimi hərbiçilər belə məsələləri həll etmir sadəcə olaraq. Azərbaycan özü istəyərsə, məsələn orada müharibə apara bilərmi? Yoxsa bu beynəlxalq güclərin razılığı lazımdır? Yox, bilirsiniz, mən yadımda deyil ki, hansısa bir dövlət öz torpaqlarını azad etmək üçün kimdənsə icazə alıb indiyənə qədər. Ona görə düzdür, böyük dövlətlər, aparıcı dövlətlər bu münaqişənin əvvəlindən bu münaqişəni faktiki olaraq öz nəzarət altına götürüblər. Minsk qrupu nə deməkdir? Minsk qrupu elə o deməkdir ki, bu münaqişə ABŞ, Rusiya, Fransa nəzarəti altındadır. Yəni, onlar nəzarət edir. Ateşkəs pozulanda bəyanatlarla çıxış edirlər. Vaxt aşırı kimsə gəlir, burada monitoring keçirir, o formal şəkildə monitoringlər keçirilir. Amma əslində bizi heç vaxt, heç kəs öz torpaqlarımızı azad etməkdə günahlandıra bilməz. Çünki onun nə hüquqi, nə siyasi buna əsası yoxdur. Təbii ki, biz bir sıra amillərlə hesablaşırıq. Təbii ki, biz aparıcı dövlətləri ilə
hesablaşmaya bilmərik. Amma sanksiyalar qoya bilərlər. Bəli, müəyyən sanksiyalar qoya bilərlər. Amma bunun müəyyən yəni ki, formatı da var. Müəyyən deməli bilirsiniz, hər bir prosesin müəyyən başlanğıcı və axır nöqtəsi olmalıdır. Yəni ki, müəyyən limitlər var. Görünür, nə vaxtsa bu limit sona yetəcək, bitəcək və təbii ki, Azərbaycan buna əbədi şəkildə baxmayacaq və buna seyirci mövqedə müşahidə etməyəcək. Bizim öz iqtisadi potensialımız da var da. Yəni ki, biz ola bilər ki, müəyyən strukturlara görə biz dinç yolla həll eləmək istəyirik. Dinç yolla həll eləmək limiti tükənməyib ki, varmı belə imkanlar? Məsələn, dünya praktikasında var belə dinç yolla? Dinç yolların müxtəlif yolları var, müxtəlif üslubları var. Təbii ki, dinc yolla əgər biz bunu həll etmək istəyiriksə və həqiqətən Minsk qrupun həmsədrləri buna səmimi yanaşırlarsa və istəyirlər ki, bu münaqişə həll olunsun, onda konkret təkliflər irəli sürülməlidir. İdeyalar, yeni konkret ideyalar. Yəni ki, buna obyektiv yanaşma olmalıdır. Obyektiv yanaşma ondan ibarətdir ki, bir dövlətin digər dövləti işğal etmə prosesi baş verir. Yəni ki, heç olmasa əvvəlcədən bu torpaqların azad olunma prosesi başlasın. Bax, bu ideya ilə təbii ki, dövlətlər, aparıcı dövlətlər çıxış etməlidirlər. Bunlar başa düşməlidirlər ki, paralel olaraq Azərbaycanın həm iqtisadi, həm hərbi potensialı artır. Bizim, misal üçün, hər il hərbi deməli büdcəyə deməli milyarddan artıq dollar. 3 milyard. Bəli, bəli. Yəni ki, bu özdə artır. Biz bir sıra dövlətlərdən hərbi investisiyalar 3 milyard dollar. Bəli, bəli, bilirəm mən. Bəli, deməli Ermənistanla faktiki olaraq bunu müqayisə etmək olmaz. Yəni ki, orada Azərbaycanla müqayisədə sıfır vəziyyətindədir, demək olar ki. Ona görə bunu başa düşürlər aparıcı dövlətlər. Eyni zamanda biz digər dövlətlərdən, ölkələrdən də silah, sursat alırıq. Ukrayna kimi, Belarusiya kimi, deməli Türkiyə kimi, İsrail kimi ölkələrdən. Bu reallıqdır, biz bunu heç gizlətmirik. Bizim öz müdafiə potensialımızı artıran bizim məhsələrimiz var artıq. Yəni ki, bu nə vaxtsa işləyəcək. Nə vaxtsa bu öz rolunu oynayacaq. Nə vaxtsa bu öz deməli gerçəklənəcək. Yəni ki, ona görə mən deyirəm, müəyyən prosedurlar var, müəyyən müxtəlif üslublardan istifadə etmək lazımdır. Yeni təkliflər gündəmə qoymaq lazımdır, amma bunun deməli bu məsələnin hərbi yolla həll olunması heç vaxt düşünürəm ki gündəmdən çəkilməməlidir. Bax, bizim indi Azərbaycan ordusunda da güclənmə gedir də, təzə nazir var və müəyyən islahatlar aparılır. Və bu ordunun döyüş qabiliyyətini artırır. Çünki elə görürük ki, burada şeylər gəlir, döyüş təcrübəsi olan adamlar vəzifəyə gəlir, müəyyən nazir özü gedir. Bəlkə Ermənistanın bu fəallığı, nə bilim, bəyanatlar, bu bizim nazirin bu əməli işinə cavabı olaraq atılır. Onu da inkar etmək olmaz. Bunu inkar etmək olmaz. Həqiqətən, düz deyirsiniz, Müdafiə Nazirliyində deməli islahatlar aparılır indi hal-hazırda. O döyüş zonasına rəhbərlik gedir. Müdafiə Nazirliyi rəhbərliyi daimi şəkildə orada zonada olur. Müxtəlif təlimlər keçirilir. Orada tədbirlər keçirilir. Təbii ki, bunu Ermənistan buna biganə qala bilməz və buna müəyyən reaksiya verməyin heç də mən inkar etmirəm. Və təbii ki, onlar başa düşür ki, yeni rəhbərlik, nazirliyin yeni rəhbərliyi hansısa bir deməli, hərbi potensialın artmasına yeni bir təkan verəcək, yeni bir addım atacaq və islahatlar bundan sonra da davam edəcək və bu şübhəsiz, şəksiz bir faktdır. Bir neçə dəqiqəmiz qalıb. Bir sualla belə
istəyirəm bitirəm bu şeylər. İndi Azərbaycanda bu hərbi doktrina var da, yəni ki, sırf səfərbərliklə qurulan. Biz buna paralel olaraq peşəkar ordu da yaratmalıyıq. Bu daha faydalı olmazmı? Qarabağda məsələn əməliyyatlar aparmaq üçün falan. Yəni Azərbaycan daha hansı yeniliklər? Əslində belədir. Çingiz bəy, mən təbii ki, mən hərbi mütəxəssis deyiləm. Mən bir politoloq kimi buna yanaşa bilərəm. Əlbəttə bizim hər halda mən belə başa düşdüyüm kimi bizim maliyyə iqtisadi potensialımız müəyyən mənada, müəyyən o məqamda belə bir deməli hərbi o qoşunların yaradılmasına imkan yaradır və peşəkarlardan ibarət olan deməli o daimə döyüşə hazır olan, təcrübəsi olan peşəkarlardan ibarət belə bir deməli hərbi kontingentin yaranması heç də mən şübhə altına qoymuram və nə vaxtsa ola bilsin ki, belə bir kontingent yaransın. Çünki dünya praktikasında belədir. Dünya praktikasında da zəngin, imkanlı dövlətlər belə bir potensialdan həmişə çox yetərincə istifadə edirlər. Həm də belə deyirlər ki, bir peşəkar əskər 7 adi əskərdən daha güclüdür, belə deyirlər. Əlbəttə, əlbəttə. Onların öz maraqları da var. Eyni zamanda onlar başa düşəcəklər ki, onlar ölkənin maraqlarını da müdafiə edirlər. Digər maraqlar da var burada. Ailə maraqları. Bəli, maliyyə maraqları da var. Eyni zamanda təcrübə də var, peşəkarlıq da var və mən düşünürəm ki, bu gündəmdə bəlkə də nə vaxtsa ola bilər. Çox sağ olun Fikrət müəllim, təşəkkür edirik ki, yardımınız verirsə. Bir daha izləyicilərimizə xatırladırıq ki, biz bu Ermənistanın son günlər atəş xəttində fəallaşmasıdır və o cəbhə xəttində fəallaşmasıdır, o atəşkəs tez-tez pozulması. Həm də Ermənistanda hərbi potensialın artmasını müzakirə edirdik və qonağımız tanınmış politoloq, Qərb Universitetinin professoru Fikrət Sadixov idi. Sağ olun, sağlıqla qalın. Təşəkkür edirik. Sağ olun.